Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Can Bəbə uşaq bezləri və Bello yuyucu vasitələridir. Salam, hər vaxtınız xeyirli olsun istəyik tamaşaçılar. Sağlıq olsun növbəti buraxılışı efirdədir. Ekranlara yaxın əyləşin. Ona görə ki, bizim sizə verəcəyimiz hər bir informasiya məhz sizin sağlamlığınız naminədir. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Modern Hospital özəl xəstəxanası tibbin ən yeni nailiyyətləri ilə xalqımızın xidmətindədir. Dünya standartlarına cavab verən hər növ müasir avadanlıqlar, bütün növ müayinə və müalicələr, laborator təhlillər, təcili tibbi yardım, təbabətin modern ünvanı Modern Hospital. Hörmətli tamaşaçılar, verilişimizin digər sponsoru Can Bəbə uşaq bezləridir. Yenilənmiş olan Can Bəbə uşaq bezləri öz elastiki yan bantlarının sayəsində körpənin bədəninə tam sararaq sızmaların qarşısını alır, eləcə də rahat hərəkət etmələrinə kömək edir. Ontex'ten elastik Can Bəbəni sına. Sen bak keyfine, takıl sen popona göre, özgürlük senin elinde. Elastik Can bebeğiyle, takıl sen popona göre, elastik Can bebeğiyle. Yenilenen Can Bəbə elastik yan bantları sayesinde uşaqlarınızın bədənini tam şekilde sarıyar, sızmaların qarşısını alar ve rahat hareket etmesine şərait yaradar. Ontex'ten Can Bəbə. Hörmətli tamaşaçılar, verilişimizin digər sponsoru Bello yuyucu vasitələridir. Bello yuyucu vasitələri qabaqcıl Avropa texnologiyaları təchiz olunmuş müəssisələrdə hazırlanır. Daimi laborator analizlərdən keçən məhsullar yüksək keyfiyyət standartlarına tam cavab verir və eləcə də Bello məhsulları sizin evinizin hər bir güşəsində, mətbəxdə, hamam otağında, qonaq otağında gigiyenik təmizliyi və təravəti təmin edəcək çeşid sırasına malikdir. Mətbəxdəki bulaşıq qablar artıq məni qorxutmur. Çünki mənim Bella Dermalux kimi köməkçim var. Bella Dermalux həm də əllərin dərisinin qayğısına qalır. Bella Dermalux'dan istifadə etməklə siz ailə büdcənizə də qənaət edəcəksiniz. Bella Dermalux zərif əllərlə mükəmməl təmizlik. Hörmətli tamaşaçılar, verilişimizin ilk bölümünə keçid alırıq. Bu bölümdə çox maraqlı mövzu ilə verilişimizi açmaq istəyirik. Mövzumuz sağlam övlad naminə genetik müayinələr. Genetik müayinələr dedikdə, yəqin ki, artıq bildiniz, biz ötən verilişimizdə Bakı şəhərində fəaliyyət göstərən Şəfa Müalicə Diaqnostik Mərkəzinin həkimini Rüstəmova Gülnara xanımı studiyamıza dəvət etmişdik və genetik müayinələrin hamiləliyin erkən ərəfələrində tətbiqi və bunun nəticəsində gələcəkdə doğulacaq övladın sağlam və yaxud xəstə barəsində həkimin tam məlumatı olması barəsində sizə məlumat vermişdik. Və bugün də mövzumuzu daha genişləndirmək istəyirik və tək təbii yolla hamilə qalan insanlarda deyil, eləcə də süni maylanma vasitəsilə övlad sahibi olmaq istəyən analarda gələcəkdə dünyaya gətirəcək uşaqları sağlamdırmı, xəstədirmi? Bu barədə ilkin hələ embrion ana bətninə yeridilməmiş məlumatı olsun. Yəni bu addımı atsınmı, atmasınmı? Çünki bu həqiqətən böyük bir aktual problemdir. Gələcəkdə xəstə övladın dünyaya gəlməsi tək bu övladın anasının, atasının deyil, eləcə də bütün nəslin bir problemidir. Və məqsəd də həyata sağlam övlad gətirməkdir. Və söhbətimizə elə birbaşa keçid almaq istəyirəm və studiyamızın bugünkü qonaqlarını bir daha sizə təqdim etmək istəyirəm. Məndən sağda əyləşən xanım Şəfa Müalicə Diaqnostik Mərkəzinin müalicə işləri üzrə direktor müavini Rüstəmova Gülnara və sol tərəfdə əyləşən xanım Ailə Planlaşdırma Mərkəzinin süni mayalama üzrə mütəxəssisi, həkim-ginekoloq Sevdim Aliyeva Sevinç xanımdır. Hər ikiniz studiyamıza xoş gəlmisiniz. Gülnara xanım, ilk sualımı istəyirdim sizə ünvanlayım. Genetik analizin aktuallığı barəsində nə deyə bilərsiniz? Genetik analizlərin aktuallığı son 20 ildə daha üzə çıxıb, çünki diaqnostika artıbdır.
Yəni həmişə genetik analizlərdə genetik problemlər olubdur, lakin diaqnostik aparılmadığı üçün bu analiz barəsində həkimlər tərəfindən məlumat da yox idi və onun profilaktikasını aparmaq da mümkün deyil idi. Hal-hazırda yüksək səviyyədə aparılan analizlər nəticəsində lap öncədən də diaqnostik etmək olduğu üçün xəstəlikləri hal-hazırda imkan yaradır ki, genetik profilaktika aparılmaq və profilaktikanı aparmaq üçün ən düzgün yol prenatal diaqnostikadır və proqramında PCD diaqnostikadır. Hansı barəsində yəqin Sevinç xanım bizə daha yaxşı məlumat verər. Sevinç xanım, bu laboratoriyanın sizin ginekologiya sahəsində tətbiqi barəsində nə deyə bilərsiniz? Siz çox düzgün qeyd elədiniz. Mən bir qədər genetikadan nəyə görə uzaqlaşdığımızı yəqin ki, siz də mənimlə razılaşarsınız ki, keçmiş Sovet məktəbi bir qədər genetikanı daha çox soyuq qəbul eləyib və biz dünya miqyasında genetik xəstəliklərdən və genetik diaqnostikadan uzaq idik və bunun üçün də bizim həkimlərimizin genetik xəstəliklər barədə məlumatlı olması bir qədər azdır. Yalnız müasir müayinə və müalicə metodlarının tətbiqi, müasir diaqnostika metodlarının tətbiqi bizə imkan verir ki, biz daha dərin müayinə aparaq və bununla da sağlam genofondumuzu, sağlam genofondun, sağlam nəslin yaranmasında bir qədər rolumuz olsun. Yeni metodlar, yeni diaqnostika metodları bu öz-özünə meydana çıxmır. Yəni, əgər nəsildə, əgər qohumlar arasında hansısa bir genetik xəstəliklər müşahidə olunursa, əgər qadında 35 yaşından yuxarı ilkin doğuş baş verirsə, əgər qadının anamnezində təkrarı düşüklər varsa, əgər rast gəlinən genetik xəstəliklər yaxın qohumlarda müşahidə olunursa, bu zaman amniosentez və pregenital diaqnostika metodlarından istifadə olunur. Mən öncə amniosentezdən bir qədər məlumat verim. Amniosentez hamiləlik zamanı 16-18-ci həftələrdə amnion maddənin... Yəni normal hamiləlikdən gedir söhbət. Bəli, normal hamiləlik deyil. Məsələn, xanım hamilədir və bu ikili, üçlü və dördlü test deyilən, belə bir, yəqin ki, siz də bilərsiniz, bu genetik müayinələrdir. Bu genetik müayinələrdə həkimin hansısa bir şübhəsi meydana çıxır və ya ultrasəs zamanı həkimin hansısa bir genetik xəstəliyə şübhəsi yaranır və ya sual-cavabda ilk övladının gemofiliya və ya talasemiya daşıyıcısı və ya xəstəsi olduğu və ya hansısa bir başqa genetik xəstə olduğu aşkarlanır. Bu zaman 16-18-ci həftədə amnion mayinin punktsiya olunması və həmin Günarə xanımın da söylədiyi Sicaşere metodu ilə dəqiqləşdirilməsi ki, bu döl xəstə döldür və ya sağlam döldür. Bundan sonra da artıq ginekoloqun və ailənin birgə qərarı ilə dölün növbəti, belə deyək, taliyi həll olunur. Bu maksimum neçə həftəlikdə mümkündür? Ən optimal variant amnion mayinin tam formalaşması və orada hüceyrələrin tam formalaşması 16-18-ci həftədə mümkündür və bu da texniki baxımdan ən rahat icra olunan bir, belə deyək, müddət hesab olunur. Yəni, əgər abortlara ehtiyac olarsa, bu ananın sağlamlığı üçün heç bir zərər yetirməyən bir aylar, həftələrdir. Belə deyək, ümumiyyətlə, heç bir metod ağırlaşmasız mümkün deyil. Yəni, təbii ki, hər bir metodun həm ağırlaşması, həm riskləri vardır ki, amniosentezin də riskləri vardır və biz də bu barədə xəstəni öncədən məlumatlandırırıq və bundan da əlavə xəstədən informativ razılıq ərizəsi alırıq. Çünki bu, texniki baxımdan həm qanaxmalara səbəb ola bilər, həm düşüklərə səbəb ola bilər, sonraki patologiyalara səbəb olar, sonra infeksiyalaşmaya səbəb ola bilər və bunun üçün xəstə bu barədə məlumatlandırılır öncədən. Amniosentez 35 yaşından yuxarı Avropada müəyyən ölkələrdə bu, yəni, belə deyək, tabudur. Yəni, artıq 35 yaşından yuxarı qadınlar amniosentez prosesini keçməlidirlər. Bu, bir screening metodu kimi fəaliyyət göstərməkdədir. Bizdə də artıq
yavaş-yavaş bu metodun tətbiqi həm ginekoloqlar arasında, həm də mütəxəssislər arasında artıq tətbiq olunmaqdadır. Bir qədər PGD metodunun barəsində danışmaq istəyərdim. Bu da pregenital diaqnostikadır. Təbii ki, süni mayalanma artıq, belə deyək, bizim 7 illik fəaliyyətimiz nəticəsində biz artıq 7 ildir süni mayalanma, Azərbaycan süni mayalanma icra olunur və bunun pregenetik diaqnostikası barədə sizə məlumat vermək istəyirəm. Bu 3 günlük embrionun bir blastomerinin daha dərin müayinəsidir. Yəni, təkrarı düşükləri olan, hansı genetik Down, X-trisomiya, Edward sindromu, Patau sindromu, genetiknin xariyası, bir çoxdur bu. Təbii ki, bu genetik xəstəlikləri sadalanmaqla bitməz. Ancaq bu xəstəlikləri olan qadınlarda və ya nəslində və ya yaxın qohumlarında olan qadınlarda pregenetik diaqnostika ən optimal bir metoddur ki, bu metodla siz düzgün qeyd elədiniz öncədən ki, xəstə hamilə qalmamış, əgər xəstənin 5 embrionu varsa, o embrionun ən sağlamını, ən düzgün, sağlam formalaşmış embrionunu biz xəstəyə, belə deyək, transfer eləyirik və bununla da qadının sağlam uşaq ehtimalı olmağı yüksəlir təbii ki. Çox sağ olun. Günara xanım, bu Sevinç xanımın qeyd etdiyi müayinələr, yəni genetik müayinələr bugün bizdə Azərbaycanda təzə başlayır. Yəni ilk başlayan da Şəfa Müalicə Diaqnostika Mərkəzidir. Bu sevindirici bir haldır. Bax, yoxlanılan uşaqlarda gələcəkdə genetik problemlər meydana gələ bilərmi və yaxud gəlirmi? Bu barədə məlumatınız varsa, istərdim bax, tamaşaçılarımıza da məlumat verin. Bu üsulun əsas da üstünlüyü ona ibarətdir ki, bu saymaqla bitməyən 150-dən çox əsas yayılmış xromosom xəstəliklərinin diaqnostikasını aparır. Və burada elə sindromlar diaqnoz eləmək olar ki, hansılar ki, bəlkə də 50 yaşında, 60 yaşında insanlara biruzə verəcək fenotipi. Yəni, o dərəcədə uzaq diaqnostika aparmaq mümkündür bu üsul vasitəsilə. Çünki adi üsulla aparılan karyotip təhlili zamanı yalnız fenotipik artıq biruzə verilən xəstəliklər təyin olunur. Bu, Down, Edwards, Patau, yəni çox hamiyə məlum olan çox vaxt aneuploidiyalar təyin olunur. Lakin CGH mikroarray, yəni qarşılaşdırılmış genom hibridizasiya üsulu vasitəsilə bizim klinikada verilən həm blastomerdə, həm amniyotik mayyədə, həm xorion biopsiya zamanı, yaxud da ki, bir çox zaman uşaq salma rast gəlirsə abort materialında və ola bilər ki, adi insan karyotipində də biz təyin etdiyimiz xəstəliklər sırasına xırda mikrodelesion sindromlar da daxildir. Hansılar ki, adi üsullarda, dünyada başqa üsullara mümkün deyil diaqnostik etmək. Və əlbəttə ki, bu hal-hazırda sevindirici haldır ki, bu diaqnostikanı gətirməklə biz bir çox perspektivanı açırıq. Həm PGD diaqnostika üçün preimplantasyon diaqnostika aiddir bura, həm prenatal diaqnostika, hansına xorion biopsiya və amniyocendez aiddir və digər problemləri həll etməyə əlbəttə ki, biz yol açmağa çalışırıq bu üsul vasitəsilə. Çox sağ olun. Sevinç xanım, bax, siz hər ikiniz müxtəlif tibb ocaqlarını təmsil edirsiniz. Siz böyük bir elmi tədqiqat, ginekologiya, mamalıq və ginekologiya institutunu, onun ailə planlaşdırma mərkəzini, Günlara xanım isə Şəfa Müalicə Diaqnostik Mərkəzi. Bax, bu iki səhiyyə ocağının birgə çalışmağının məqsədi nədən ibarətdir? Mən deyərdim ki, əslində işimizin qurulmasında məqsəd var. Təbii ki, bu metodun həm elmi əsaslarının olması, elmi bazalara əsaslanmağı, həm diaqnostika mərkəzinə daha geniş fəaliyyət göstərmək üçün kömək eləyə bilər. Bizdə də ki, sevindirici hal odur ki, xəstələr Azərbaycan çərçivəsi daxilində bu bahalı metodun istifadəsinə nail olurlar. Çünki PGD metodu çox bahalı əslində və çox çətin bir metoddur və bunun Azərbaycanda artıq fəaliyyət göstərməsi, bu metodun artıq Azərbaycanda mümkünlüyü bizi təbii ki, sevindirir. Ən azından indi müəyyən genetik xəstəliklərin yaranmasının qarşısını almaq olar. Ən azından anamnez
anamnezi dəqiqliklə, ən azından hər şeyi dəqiqliklə araşdırmaqla həm bu insanların maddi rifahıdır, bilərəkdən xəstə övladın dünyaya gəlməsinin qarşısını almaq lazımdır. Əlbəttə, valla mən sizə deyim, əgər buna Allah Taala izin verməsə heç bu da alınmaz. Əgər alınırsa, demək ki, Böyük Tanrıdan buna izin var. Bizi izləyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim mərkəzə müraciət edən xəstələrə hər cür genetik problemlərdə hər aspektdə biz köməkçi göstərə bilərik. Yəni, bura aid tibbi genetik konsultasiya hansı bizim Respublikanın baş genetik Kəmilə Dadaşova tərəfindən aparılır. Bura aid sitogenetik müayinələr, hansılar CGH mikroarray üsulu aparılır və bura aid molekulyar genetik müayinələr, hansılar ki, Malditov üsulu bizim klinikada aparılır. Və arzu edirəm ki, əlbəttə ki, bu bircə çalışmamız nəticəsində bizim xalqda yalnız sağlam evladlar dünyaya gələcəkdir. Sevinç xanım, verilişimizin bu bölümünün sonudur. Bəlkə tamaşaçılarımıza ürək sözünüz varsa bir həkim ginekoloq kimi. Mən də arzu edirəm ki, xalqımız genofondumuzun sağlam olmağı üçün ən azından mütəxəssislərimiz əlindən gələni əsirgəməsinlər. Çox sağ olun, həqiqətən maraqlı söhbətdir. Bu addımı atan ilk pionerlər sizlərsiniz. Biri özəl müəssisə, müalicə diaqnostik mərkəzi olan Şəfa klinikası, biri isə dövlətdə artıq öz sözünü demiş, Azərbaycanda bugün fəaliyyət göstərən ginekoloqları yetişdirmiş, Mamalıq Ginekologiya İnstitutunun, təbii ki, başda Faizə xanım olmaqla Ailə Planlaşdırma Mərkəzinin əməkdaşları. Mən arzu edirəm ki, bu pionerlərin ardıca bütün klinikalar, yəni həm doğuşa icazəsi olan istər özəl, istər dövlət müəssisələri, eləcə də digər laboratoriyalarda da bu olsun və bu tək əldən səs çıxmaz. Siz iki klinika böyük bir, möhtəşəm bir sağlıq ocaqlarını götürəndə tək görünür, bir damladır. Bunlar hamısı vəhdət şəklində olarsa, bizim Azərbaycanın da gələcəyi tam təmin olunmuş olur. Ona görə də mən bu işdə sizə müvəffəqiyyətlər arzu edirəm və hörmətli tamaşaçılar, hörmətli valideynlər, hörmətli ana olmaq arzusu ilə yaşayan xanımlarımız. Əgər siz dünyaya sağlam övlad gətirmək istəyirsinizsə, əgər sizin irsiyyətinizdə hər hansı bir genetik xəstəliklər varsa, əgər sizin yaşınız 35-dən yuxarıdırsa və əgər siz hamiləlik müddəti bir neçə dəfə düşüklər sizdə baş veribsə, müəyyən səbəblər üzərində və siz dünyaya gətirdiyiniz övladın tam sağlam olmağını istəyirsinizsə, heç bir tərəddüd etmədən Şəfa Müalicə Diaqnostik Mərkəzinə, eləcə də Ailə Planlaşdırma Mərkəzində Sevinç xanıma müraciət edə bilərsiniz. Onların birgə əməyi nəticəsində sizin dünyaya gətirəcəyiniz övladın sağlamlığı barəsində tam sizə məlumat verilmiş olar. Hər ikinizə bizi izləyən tamaşaçılarımız adından bu cür maraqlı söhbətə görə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hörmət tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Yeni mövzu barəsində çəkiliş qrupumuz Ankara Medical Center'dan sujet hazırlayıb və biz o sujeti sizə təqdim edirik. Diqqətiniz bizdə olsun. Bugün biz uşaqlıq miomaları haqqında danışacağıq. Uşaqlıq miomaları uşaqlığın əzilə qişasından, yəni saya əzilə toxumasından inkişaf edən xoşxassəli şişlərdir. Bunlar tək və ya çox sayda eyni zamanda görülə bilərlər. Ölçücə kiçik ölçülərdən tutmuş 30 cm-ə qədər, böyük ölçülərə qədər çata bilərlər və yerləşmə yerinə görə bir-birindən fərqlənərək müxtəlif növlərdə olmaqdadırlar. Və buna uyğun olaraq da təbii ki, simptomlarla özünü biruzə verməkdədir. Çox zaman miomlar heç bir şikayət vermədən sadəcə olaraq qadınların genel ginekoloji müayinə məqsədi ilə, kontrol məqsədi ilə həkimə müraciəti zamanı, normal ginekoloji müayinə əsnasında və ya ultrason müayinəsi zamanı aşkara çıxarılmaqdadır. Daha çox 35-40 yaşlarda rast gəlməsinə baxmayaraq, bu xəstəlik əslində reproduktiv dönəmdə, yəni çoxalma dövründə menstruasiya görən qadınların xəstəliyi hesab olunur. Yetkinlik dövrünə qədər bu xəstəlik çox nadir hallarda rast gəlinir. Eyni zamanda menopoza girən qadınlarda daha əvvəlcədən diaqnozu qoyulmuş miomlar var idisə də, menopoz dövründə artıq onlar geriyə sorulmaqda, ölçülərini kiçiltməkdədirlər. Miom nədən əmələ gəlir? Ən çox bizə xəstələr tərəfindən yönləndirilən sual budur. Təbii ki, dünyada hələ yekdilliklə qəbul olunmuş bir səbəbi olmamaqla bərabər artıq illərdir ki, biz miomun yetişməsində, yəni onun böyüməsində
verilməsində qadınlıq hormonu olan estrogen hormonunun rolunu tartışmasız olaraq qəbul etmişik. Bunu təbii ki, göz önündə bulunduran bir neçə səbəblər də vardır. İlk növbədə daha çox qeyd etdiyim kimi menstruasiya görən qadınların xəstəliyi olması, yəni yumurtalıqları normal çalışan qadınlarda rast gəlinməsi, eyni zamanda menopoz dövründə, yəni artıq yumurtalığın fəaliyyətdən dayandığı dövrdə qanda hormonların azalması ilə əlaqədar olaraq bu şişlərin də geriyə inkişafının olması, yetkinlik dövrünə qədər çox nadir hallarda təsadüf etməsi, hamiləlikdə miyomların ölçüsünün kəskin şəkildə böyüməsi də bu şişlərin hormona bağlı şişlər olduğunun təsdiqidir. Bundan başqa miyomların daha statistik məlumatlara görə ağ irqdə qara irqə nisbətən az rast gəlinməsi, eyni zamanda ailə üzvlərindən birində rast gəldiyi təqdirdə digər ailə üzvlərində də uşaqlıq miyomasının rast gəlmə tezliyinin riskinin artması da bu xəstəlikdə irsi genetik meylin daha yüksək olduğunu göstərməkdədir. Bəzi hallarda miyomlar uşaqlığın daxili divarına, yəni endometrium təbəqəsinə doğru böyüyərək submukoz miyom adlandırdığımız miyom şəklində mövcud olurlar ki, bunlar da rast gəlmə tezliyinə görə 3-cü yerdə dururlar və daha çox simptomla xəstələrin bizə müraciət etdiyi miyom türlərindəndir. Digər növündə isə uşaqlıq miyomaları uşaqlığın xarici divarına doğru böyüməyə başlayırlar. Bunlar subseroz miyomlardır. Ən çox rast gəlinən forma olmaqla bərabər çox zaman simptomsuz keçə bilməkdədir. Yalnız böyük ölçülərə çatdıqdan sonra qonşu orqanlara etdiyi təzyiq və gərginlik nəticəsində yaranan simptomatika ilə xəstələr çox zaman bizə müraciət edirlər. Deyək ki, uşaqlıq miyomasının diaqnozu qoyuldu. İstər ginekoloji müayinə vasitəsilə, istərsə də ultrasəs müayinəsi vasitəsilə. Bundan sonra xəstəni hansı mərhələlər gözləyir? Ən çox xəstələrimizi narahat edən suallar budur. Biz ilk növbədə gerçəkdən bu miyoma üçün müalicə gərəklidirmi, yoxsa müşahidə altına götürə bilərikmi? Bu sualı qarşımıza qoyuruq və bunu həll etməyə çalışırıq. Miyomların bir neçə şikayətləri, bir neçə simptomları ola bilər, amma çox zaman da belirtdiyim kimi heç bir simptom olmadan da gelişə bilərlər. O yüzdəndir ki, statistik məlumatlarda qadınlar arasında bu xəstəliyin yayılma ehtimalının 30% göstərilməsinə baxmayaraq, bəzi xəstələrin müayinə dışı qaldıqları üçün bu xəstəliyin əslində qadınlar arasında yayılma faizinin 60%-lərdə olduğu iddia edilir. Simptomlar arasında ən çox ağrı, ən çox şikayətlərdən birisi düzənsiz aybaşı qanaxmalarının olmasıdır. Bunlara nə aiddir? Menstruasiyanın uzun sürməsi, menstruasiya qanaxmanın miqdarının çox olması, ara qanaxmaların olması və hətta bəzən kəsilməyən qanaxmalar şəklində özünü biruzə verir. Uşaqlıq miyomaları ölçülərindən asılı olaraq təzyiq və ya gərginlik hissinə səbəb ola bilərlər. Bu da onların ölçüsünü böyüdükcə qonşu orqanlara olan təzyiqi ilə əlaqədardır. Məsələn, xəstələr bizə əgər sidik hissəsinə doğru böyüyürsə bu miyom, sidik ifrazının tezləşməsi haqqında məlumat verə bilərlər. Bu zaman xəstə sidik ifrazının olduğunu və getdikdən sonra bir müddət sonra təkrar sidiyə getmə ehtiyacını hiss etdiyini qeyd edir. Bu da ki, təbii ki, sidik hissəsində olan təzyiqlə əlaqədardır. Digər hallarda isə əksinə düz bağırsağa doğru böyümüşdürsə bu miyom, bu dəfə də qəbizlik və sair problemlərlə bizə müraciət etmiş olacaqdır. Bundan başqa ağrı simptomu ilə də üzləşirik biz. Ağrı genəldə qeyd etdiyimiz kimi miyomlar səssiz törəmələrdir. Lakin bəzən böyük ölçülərə çatmış miyom artıq olan qan damarları ilə qan təchizatını yetərli olmadığı təqdirdə miyomun içərisindəki hüceyrələr nekrozlaşmağa, ölməyə başlayır və bu zaman bütün nekroza uğrayan hüceyrələr kimi təbii ki, miyomun da ağrıları baş vermiş olur və bu ağrılar kəskin şəkildə özünü, qarının aşağı hissəsində kəskin ağrılarla özünü biruzə verir. Bu zaman təbii ki, heç bir kömək göstərilməsə belə bu ölü toxuma müəyyən müddət ərzində orqanizm tərəfindən sorulur. Lakin bu uzun müddətə baş verdiyi üçün
xəstə uzun müddət ağrı şikayəti ilə gəzmək zorunda qalır. Əlimizdə olan diaqnostika üsullarının geniş olmasına baxmayaraq bəzən elə vəziyyət yaranır ki, görülən törənmənin yumurtalığa və yaxud da uşaqlığa aid olması haqqında diferensiasiya etmək məcburiyyətində qalırıq. Bu hallarda da xəstə təbii ki, bir an öncə müalicəyə yönləndirilməlidir. Müalicə səbəblərindən biri isə uşaqlığın ölçülərinin 12 həftənin üzərinə çıxmasıdır, yəni daha böyük ölçülərə çatmasıdır ki, bu zamanda artıq xəstəyə bir an öncə müalicə təklif olunmalıdır. Əvvəllər təbii ki, ultrasəs diaqnostika metodları olmadığı üçün niyə görə 12 həftə seçilib? Çünki diaqnostik metodlar olmadığı üçün genəldə ginekoloji müayinə əsnasında təyin olunurdu və 12 həftəyə qədər ölçüyə çatmamış uşaqlığın yəni vaginal müayinə nəticəsində, bimanual müayinə nəticəsində təyin olunması qeyri-mümkün idi. Lakin indi ultrasəs müayinəsi nəticəsində hətta kiçik ölçülərdə belə miyomları görmək, onların sayını təyin etmək, yerləşmə xarakterini təyin etmək mümkündür. Və buna uyğun olaraq da biz hər səfərində ölçünü qeyd edirik, amma bu çox da hər zaman önəmli faktor rolunu daşımır. Çünki kiçik ölçüdə olan submukoz bir miyom portağal böyüklüyündə olan subseroz bir miyomdan daha çox simptomla xəstəni bizə gətirməyə məcbur edir. Yəni submukoz yerləşən miyomlar daha çox qanaxma verdiyi üçün xəstə daha tez narahat olur və həkimə müraciət etmək məcburiyyətində qalır. Müalicə taktikalarımız nədir? İlk növbədə xəstəni müşahidəyə, izləmə götürmək. Bu hansı xəstələrə aiddir? Təbii ki, heç bir simptom verməyən xəstələrə aiddir. Kiçik ölçülü miyomları olan xəstələr çox zaman daha sonralar baş verə biləcək ağırlaşmaları haqqında əvvəlcədən məlumatlandırılmalıdır və ilk baxılan ultrasəs müayinəsi nəticəsində, yəni 3 ay ilk aşkar olundu, 3 ay sonra baxıldı və miyomun ölçülərində kəskin böyümə müşahidə olunmursa, o zaman bu miyomlar, bu xəstələr kontrol altına götürülə bilər və illik kontrollarına çağırıla bilər, təbii ki, məsləhətlərlə birlikdə. İkinci taktikamız dərman müalicəsi. Dərman müalicəsini kimlərə tətbiq edirik? İlk növbədə aybaşı qanaxmalarının pozulması ilə bizə müraciət edən xəstələrdə progesteron tipli dərman preparatlarından istifadə edərək bir şəkildə menstruasiyanı qaydasına salmağa çalışırıq. Amma təbii ki, bu miyomun müalicə ediləcək mənasına gəlmir. Sadəcə simptomları aradan götürmək üçün istifadə olunan bir taktikadır. Lakin dərman preparatları içərisində həqiqətən də miyomları kiçiltmək qabiliyyətinə malik olan dərman preparatları artıq mövcuddur. Lakin bu preparatların qiymətinin bahalı olması və uzun müddətli istifadəsinin istifadəsi əks göstərişlər doğurduğu üçün, yəni əlavə təsirlərinin sonradan qarşısını almaq üçün bir sıra tədbirlər görmək lazımdır. Yəni uzun müddət istifadəyə çox yatqın olmadıkları üçün biz bu preparatlardan sadəcə müəyyən müddət içərisində istifadə edirik. Eyni zamanda bu preparatların dezavantajı preparatı saxladıkdan sonra qısa müddət ərzində əvvəlki ölçülərini 85% geri almasıdır. Yəni bu preparatlar yalnızca biz bəzi profilli xəstələrdə hansı ki cərrahi müalicəyə alına bilmir, hər hansı bir əks göstərişi vardır, sistemik xəstəlikləri imkan vermir buna, yəni təzyiqi kontrol altına götürülməlidir, şəkəri kontrol altına götürülməlidir və yaxud qalxana bənzər vəziyyətdə xüsusi çatışmazlığı olan problemlər vardırsa, bu zaman ilk növbədə sistemik xəstəlik kontrol altına götürülənə qədər bu preparatlardan istifadə etmək mümkündür. Bu müddət ərzində xəstə təbii ki, bu müddət ərzində xəstə süni şəkildə menopoza salınır, yəni xəstə menstruasiyadan kəsilir və bunun nəticəsində də eyni zamanda miyomların ölçüsündə kiçilmə və simptomlarda azalma müşahidə olunur.
Qeyd etdiyim müalicə metodları əslində simptomatik qısa sürəliyinə olan müalicə metodlarıdır. Yəni, bütün xoş xəstəlik şişlərdə olduğu kimi, uşaqlıq miomalarında da kəsin müalicə, radikal müalicə təbii ki, cərrahiyyədir. Yəni, var olan şiş toxunmasının kəsilib orqanizmdən xaric olunması. Bu nə şəkildə mövcuddur? Bu, ya ola bilər miomektomiya, yəni direkt olaraq miomun götürülməsi və yaxud da gisterektomiya dediyimiz uşaqlığın çıxarılması ilə nəticələnən əməliyyat şəkli. Təbii ki, gənc yaşlı qadınlarda, ilərdə uşaq sahibi olmaq istəyən qadınlarda ilk seçim olaraq həm həkim, həm də qadının arzusu ilə təbii ki, ilk növbədə miomektomiyanı üstünlük veririk. Miomektomiya nədir? Uşaqlıqda yerləşən miomanın və yaxud miomaların kəsilib götürülməsi əməliyyatıdır. Miomektomiya əməliyyatı da iki şəkildə aparıla bilər. Bizim bildiyimiz klassik metodla, yəni açıq əməliyyatla, açıq kəsiklə və yaxud da qapalı kəsiklə, laparoskopik metodla. Təbii ki, hər iki əməliyyat şəklinin özünə məxsus avantajları vardır. Laparoskopiya bildiyimiz kimi əməliyyat sonu dövrün daha əziyyətsiz keçməsi, xəstədə sağalmanın daha tez baş verməsi və kiçik kəsikdə az ağrının və daha az çapıq toxunmasının əmələ gəlməsi onun üstün cəhətlərinə aiddir. Lakin açıq əməliyyatın da, klassik əməliyyatın da öz yaxşı əlamətləri var. Cərrah birbaşa uşaqlıq toxuması ilə kontaktda olduğu üçün kiçik ölçülərdə olan miomları belə əli ilə hiss edərək onları çıxarmaq qabiliyyətinə malikdir ki, laparoskopiyada bu çox zaman qeyri-mümkün olur və residivlərin əmələ gəlmə ehtimalı da bu yüzdən artmış hesab olunur. Miomektomiyanın daha bir üstün cəhəti, gisterektomiya zamanı uşaqlıq çıxarıldığı üçün qadın özündə bir əksiklik hiss etdiyi üçün depressiyona düşür, səbəbsiz aqressiya yaranır. Lakin miomektomiyada isə sadəcə şiş toxuması götürüldüyü üçün, uşaqlıq saxlandığı üçün qadın özünü daha xoşbəxt hiss edir. Uşaqlığın çıxarılma əməliyyatı da üç şəkildə həyata keçirilməkdədir. Yenə klassik şəkildə qarın boşluğundan açıq kəsiklə, laparoskopiya vasitəsilə və vaginal yolla, yəni uşaqlıq yolundan uşaqlığın xaric edilməsi şəklində. Bunların da təbii həm laparoskopiyada, həm vaginal histerektomiyada əməliyyat sonraki dövr daha yaxşı keçməkdə, xəstə daha tez öz əvvəlki sağlamlığına qovuşmaqdadır. Uşaqlığın çıxarılmasında bu üsullardan hansının seçilməsi artıq həkimin ixtisaslaşma dərəcəsindən və xəstəyə individual olaraq seçilməkdədir. Yerləşmə yerindən asılı olaraq bəzən miomlar sonsuzluq səbəbi kimi də göstərilməkdədirlər. Yəni, ortada başqa bir səbəb tapılmırsa, xəstənin yanaşı miomu da varsa, bu da uşaqlıq borularına yaxın yerləşmişsə və histerosalpingografiya zamanı borulardan keçiricinin pozulduğu aşkar olunursa, bu zaman da təbii ki, miomun çıxarılması söz konusu olacaqdır. Özünüzdə heç bir simptom hiss etməsəniz belə, vaxtında illik kontrollara, ginekoloq məsləhətinə müraciət edin ki, miomun gətirdiyi ağırlaşmalarla gələcəkdə üzləşməyəsiniz. Hörmətli tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Nəzərinizə çatdırmaq istəyirəm ki, Modern Hospitalda pediatrik xidmət 24 saat fəaliyyət göstərir. Sutkanın hər bir anında, əgər sizin övladınızda hər hansı bir səhhəti ilə bağlı problem yaranarsa, heç bir tərəddüd etmədən Modern Hospitala müraciət edə bilərsiniz. Ümumi cərrahiyyə, endokrin cərrahiyyə, gastroendoskopiya, artroskopik cərrahiyyə, uroloji əməliyyatlar, qulaq, burun, boğaz cərrahiyyəsi, flebologiya, neyrocərrahiyyə, plastik, estetik və rekonstruktiv cərrahiyyə, reanimasiya və anesteziologiya xidməti. Təbabətin modern ünvanı Modern Hospital. Hörmətli tamaşaçılar, verilişimizin digər sponsoru Can Bəbə uşaq bezləridir. Yenilənmiş olan Can Bəbə uşaq bezləri öz elastiki yan bantlarının sayəsində körpənin bədəninə tam sararaq sızmaların qarşısını alır, eləcə də rahat hərəkət etmələrinə kömək edir.
Ontex-dən elastik cam bəbənisına. Tek sen bak keyfine, takıl sen popona göre. Özgürlük senin elinde, elastik cam bebeğiyle. Takıl sen popona göre, elastik cam bebeğiyle. Enlənən cam bəbə elastik yan bantları sayəsində uşaqlarınızın bədənini tam şəkildə sarıyar, sızmaların qarşısını alar və rahat hərəkət etməsinə şərait yaradar. Ontex-dən cam bəbə. Verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Sağlı olsun proqramının digər sponsoru Bello yuyucu vasitələrdir. Mətbəxdəki bulaşıq qablar artıq məni qorxutmur. Çünki mənim Bella Dermalux kimi köməkçim var. Bella Dermalux həm də əllərin dərisinin qayğısına qalır. Bella Dermaluxdan istifadə etməklə siz ailə büdcənizə də qənaət edəcəksiniz. Bella Dermalux zərif əllərlə mükəmməl təmizlik. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Bu bölümdə mən və eləcə də bizim çəkiliş qrupumuz Sağlı olsun proqramının sponsoru, yəni baş sponsoru olan Modern Hospitalın qonağıyıq. Ayda bir dəfə bura Türkiyədən təşrif buyuran, yəni artıq Azərbaycanda tanınmış, öz əl işi ilə digər plastik cərrahlardan seçilən, mən deyərdim ən qabaqcı olan Ayaz Aslan Modern Hospitalın qonağı idi və sağ olsun bizi qırmadı və çəkiliş qrupumuz onunla bir kiçik sujet hazırlamağa razılıq verdi. Ayaz doktor, Bakıya bir daha xoş gəlmişsiniz. Sağ olun. Plastik, estetik, rekonstruktiv cərrahiyyənin elə bir sahəsi yoxdur ki, siz orada işləməyəsiniz, yəni yüksək səviyyədə. Ayaz doktor, mən istərdim bugün burun plastikasında yenilik nədən ibarətdir? Bax, bu yenilik özünü nə ilə göstərir? Bunun əvvəl 10 il bundan qabaq icra edilən rinoplastikalar, yəni burun əməliyyatları ilə bugün fərqi varmı? Şimdi burun ameliyatı hakikaten en çok yaptığımız ameliyattır. Türkiye'de de burada da aynı şekilde. Yani günümüzde artık çok cerrah tarafından yani başarıyla, müveffakiyetle güzel formalı, rahat nefes alan burunlar yapılabilmektedir. Ama artık günümüzde yani güzel burun yapmak bu Allah'ın emri. Zaten hani yapacaksınız, güzel yapacaksınız ama bunun yanında bir de estetik ameliyat yapıyoruz. Yani bu bir lükstür. Hastanın ağrı çekmemesi lazım. Ameliyat sonrası tez sağalması lazım. Problem yaşamaması lazım. Yani hastanın konforlu bir şekilde ameliyat olması lazım. Artık günümüzde buna yöneldik biz cerrahlar olarak. Burun ameliyatı olan hastaların en büyük korkularından biri tampon. Bunu daha önceki çıkışlarımızda da qeyd ettim ben. Tampon neredeyse hiç istifade etmeyiz. Sadece yani çok nadir hastalarda istifade edirəm tampon ve xüsusi dikiş tekniklerim var. Ondan istifadə edərkən tamponun funksiyası nedir? Qanama olmasın. Yani o dikişlerle qanı durdururam. Tampon funksiyası nedir? Septum denen burun içi şişmesin. Yani o dikişlerden istifadə edib o şişliği minimize edirəm və nəticədə tampona ehtiyac qalmır. Çox nadir hallarda istifadə edirik və istifadə etdiyimizdə silikon tampon çıxarırkən acımır, yapışmır toxumalara. Bunun yanında tampon istifadə etmeli. Aynı zamanda ameliyat sonrası ağrı bir diğer qorxu budur. Ameliyat sonrası ağrısı olmasın diye de ameliyat sırasında uzun təsirli uyuşturucularla, markain türevi uyuşturucularla burun her tarafını uyuşturuyoruz ve uyandığı zaman hastanın burnu uyuşuk oluyor. Hiçbir şey hissetmiyor ve uzun təsirli olduğu için de yani saatlerce burnu ağrımır. Yani ağrısı başlamaya yaxında yine uygun yine ağrı kesicilerle minimize edirik ağrıyı. Ve bir diğer qorxulan faktörlerden bir tanesi sümüğün kırılması. Yani bu da çok əhəmiyyətlidir. Çünkü sümük kırıldığı zaman hem hava yolu daralır, aynı zamanda göz altları göyərir, burun daha çok şişir, sağalma müddəti uzanır ve bütün bu olumsuzluklar, negatif halları ortadan kaldırmak için bu minimal invazif rinoplast dediğimiz tekniği istifadə edirik. Yani bu çok büyük deformasiyalarda bazen mümkün olmayabilir. Ama olabildiğince bu tekniği istifadə edərkən hem ameliyat sonrası nekat dönem deyirik ona biz, daha kısa sürmesine hem daha təbii bir burun alınmasını ve aynı zamanda sümük kırılıp
pasaj daralmadığı için daha rahat nefes alan, daha fonksiyonel bir burun ortaya çıkmasını sağlayır. Yani minimal invaziv girişimler sadece rinoplastikdə değil, aynı zamanda meme cerrahisinde, yüz germe ameliyatlarında, eləcə də diğer ameliyatlar, saç ekimində də istifadə edilir. Yəni olabildiğince teknikleri azaltmaya çalışır. Az iş yaparaktan çok netice almaya çalışır. Çünkü ne kadar işi böyüdürseniz o kadar çok şişer hasta. Ne kadar işi böyüdürseniz o kadar hastaya ziyan vurmuş olursunuz. Ona göre ne kadar az teknikle bu işi yapabilirseniz o kadar başarılısınız. Yani rinoplastikte de bugün onu yapmaya çalıştık. Aynı zamanda meme ameliyatlarında da minimal invazif teknikleri istifade edirik. Yani hastaların burnu ağrımı, şişmi daha tez işlerine dönebilirler bu teknik sayesinde. Yani bu qırmadan yapabilmemizin sebebi de xüsusi qığırdaq qreftləri, burnun içindən o çəpərdən aldığımız qığırdaq qreftlərindən istifadə edərək bu işi başarırıq. Yani burnun üst hissesine bir artıklı hump diyoruz biz buna. Onu aldıktan sonra o tavan kısmı açık kalır ve bu açıklığı osteotomi dediğimiz o sümüğü sınıraraktan normalde kapatırdık ama bu teknikte oraya xüsusi qığırdaq qreftləri koyaraktan da eyni işi hayata geçirip başarır. Yani sümüğü qırmadan? Sümüğü qırmadan, yani hiçbir hasta morluğu, şişliği olmadan bu işi qığırdaq qreftlər istifadə ederekten hayata geçirir. Onda bu halda Ayaz doktor, o əvvəllər ki burun plastikalarında deməli sındırırdılar və gipslər qoyurlar. Uzun müddət bu gipslər qalırdı ta ki o sümük bir-birinə bitişənə qədər. Onda bu gipslərdən də artıq imtina etdiniz, değil mi? Yani gipsin koyulma sebebi sümük sındırıldıktan sonra düzgün bir şekilde sağalsın. Yani sebep buydu da bu ameliyatlarda gipse gerek yoktur. Ama zaten biz gips istifade etmeyi, Türkiye'den getirdiğim hususi Amerikan alçı diyorlar, hususi plastik alçılar istifade edirik ve ondan çok hele bir ağırlığı yok ve estetik olarak da göze hoş görünür. Ben yine her ihtimale karşı hasta, yani burnumda bir şey var, ona dikkat etmeliyim, bu hissi versin diye hastaya yine atelden istifade ederim ama ihtiyaç yoktu aslında. Hastamız 20 yaşında genç bir bayan. Burun deformasyası vardı anadan gelme. Burnun uç hissesi köbuttu. Üst hissesinde artıklık vardı. Biz yaptığımız rinoplasti ameliyatıyla hem üst hissedeki köbutluğu aldık hem ucunu düzelttik. Diplasti yaptık. Bu yaptığımız ameliyatın en büyük özelliği, hususiyeti minimal invazif rinoplasti dediğimiz sümüğü kırmadan bu ameliyatı icra etmemiz. Rinoplasti olan, burun estetiği olan insanların en büyük korkularından biri de sümüğün kırılması. Biz bu teknikle sümük ya dokunmadan, sümüğü kırmadan, neticede hiçbir göğerti, ağrı olmadan bu işi yapmış olduk. Yani hastanın sağalma müddeti daha az olacak. Ameliyat sonrasında şişlikleri olmayacak, göz altları morarmayacak. Yani bu yöntemin avantajları bunlar. Ayaz doktor, sizlə görüşmədən qabaq gördük ki, sizin həm də burada qonşu otaqda, yəni kosmetologiya otağında saç əkmə prosesi gedir.
Bax, saç əkimi barəsində nə deyə bilərsiniz? Bunun müasirliyi nədən ibarətdir? Saç ekimi de yine Türkiye'de çok sık yaptığımız bir ameliyattır ama Azerbaycan'da daha çok da popüler olmadı. Yani hiçbir zararı olmayan bir ameliyattır saç ekimi. Sadece hastanın saçının yeri değişir. Yani arka hisseden alınıp ön hisseye ekim yapılır. Uzun süren bir ameliyattır ve yerlik eğitime, narkoza ihtiyaç duymayan bir ameliyattır. Yani çok ameliyat havasında olmur. İstediği zaman yemek yer, çay içir. Yani rahat bir ameliyattır. Ama yani zəhmət olaraq həqiqətən ekip işidir. Yani bir neçə nəfərin, bir kişinin yapacağı, bir nəfərin yapacağı iş değildir. Yani ekip olarak Türkiye'den gelip bu işleri burada icra edirik. Ve neticesi de düzgün yapılan saç ekiminde harca %100'dür. Yani koyulan saç çıkar ve en çok korkulan şeylerden biri de daha evvel burada Azerbaycan'da yapılan qeyri-təbii nəticələr əldə edilən ameliyatlardır. Ama yani 5-10 santim yaxından baxmadığınız müddətcə kesinlikle fark edilmez. Yani təbii dışında hiçbir şey olmuyor netice olaraktan. Yani rahatlıkla yapılabilen bir ameliyattır. Yani zahmetli midir? Zahmetlidir ama kesinlikle değer. Ektiğimiz saçlar bir daha dökülmez ömür boyu. Çünkü enseden aldığımız saçlardır. Onları döken, saçı döken testosteronun onlara etkisi yoktur. Onlarda reseptörü yoktur bu hormonun. Ve aynı zamanda fuye denen bir teknikle yapıyoruz. Tek tek alıyoruz saçı ense kısmından veyahut da vücudun diğer yerlerinden. Ve aldığımız yerlerde de hiçbir iz kalmır ve 5 gün içinde tamamen oradaki yaralar sağalır. Ektiğimiz saçlar 3 ay içinde çıkmaya başlar. 6. ayda berbere gidip kestirecek hale geliyor. Ve yani sağlık açısından da hiçbir sorun yaşanmır. Yani sadece şeker hastaları biraz riskli bir grup. Təzyiqi yüksek olan hipertansiyon hastaları biraz riskli bir grup. Kalp hastaları riskli grup. Onun dışında hiçbir riski olmayan bir ameliyattır saç ekimi. Saçlar da əvvəlki təravətini alır, uzanır ve tökülmə de deyirsiniz olmur. Kesinlikle yani tökülme kesinlikle olmaz bizim ektiğimiz saçta ve şekil olarak da yine uygun açılarla, uygun bucaklarla ekirik. Yani normal təbii olarak necədirsə bucağı, saçın istiqaməti hansı istiqamətdə çıxacaqsa ona yönelik kanal açıyoruz ve nəticədə çıxan saçda istediğimiz yönde olur. Ondan sonra istediği şekilde jöle sürebilir, istediği yöne tarayabilir. Yani istediği kadar uzatabilir. Yani normal saçta hiçbir farkı olmuyor. Yəqin ki, inşallah növbəti gəlişlərinizdə də sizin əgər izin verirsinizsə bir zamanınızı alıb belə bir əməliyyat arasında, bilirik bura gələndə sizin bir dəqiqə belə vaxtınız olmur. Səhərdən axşama qədər əməliyyatxanada olursunuz. Amma yenə bizə bu iki əməliyyat arasında bir 15 dəqiqə vaxt ayırdığınıza görə sizə həm öz adımdan, eləcə də bizi izləyən tamaşaçılarımız adına minnətdarlığımı bildirirəm. Ben teşekkür ederim. Sağ olun. Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Can Bəbə uşaq bezləri və Bello yuyucu vasitələridir. Bax belə, hörmətli tamaşaçılar. Sağlıq olsunun bugünkü buraxılışı da bu cür sona çatdı. Sağlamlığınıza fikir verin. Sağ olun, sağlıqla qalın. İnşallah gələn həftə görüşənə qədər.